Pasiyentimiz bizə Qazaxdan müraciət edib. Deməli, rinoplastika əməliyyatına başlayırıq və rinoplastika və nəfəs almasına görə, çəpər əyriliyinə görə. Bu gün sizə rinoplastikanın aparılmasında özəl bir yanaşmanı qeyd edəcəm, izah edəcəm ki, demək olar ki, əksəriyyət lor həkimləri, istər üstçənə cərrahları, istər plastik cərrahlar rinoplastika əməliyyatında bunlara fikir vermirlər və nəzərə almırlar. O da gələcəkdə əməliyyatın ağırlaşmasına, deformasiyasına, burundan irin gəlməsi, burundan su axması, burun tənəffüsünün pozulması, burunun çökməsi və əyilməsi fəsadları verir ki, bu günləri belə pasiyentlər çoxdur ki, deyir ki, rinoplastika əməliyyatı olmuşam, amma nəfəs ala bilmirəm və yaxud da burnumun suyu dayanmır və yaxud da şişkinlik var, nəfəs ala bilmirəm, iyi bilmə itib və s. və s. Ona görə bizə müraciət edən bu qızımızda biz müayinə elədik. Müayinə mütləq ətraflı olmalıdır. Başın kompüter tomogramması olundu və endoskopik müayinə olundu. Və təbii ki, fotoşəkil də çəkilərək fotomodelləşmə də olundu. Bəzən fotoşəkilləri, fotomodelləşməni həkimlərin çoxu mənasız bir şey kimi edirlər, sanki şou kimi edirlər, amma elə deyil. Fotomodelləşmə pasiyentin proporsionallığını dəqiqləşdirmək üçün lazımdır ki, burun hansı ölçüdə kiçiləcək, sifətə yaraşacaqmı? Bəzən elə mənə pasiyentlər müraciət edir ki, rinoplastikadan sonra ağzı yekə görükür, çənəsi yekə görükür və çənə əməliyyatına gəlirlər. Və mən hesablama zamanı məlum olur ki, çənəsi normaldır, sadəcə olaraq burnun çox balaca edirlər. Biz məcbur oluruq, təzədən qabaqadan qızdaq köçməyə məcbur oluruq ki, burnunu normal vəziyyətə gətirək çıxardaq. Bu fotomodelləşmə haqqında bu qədər. Qaldı qalan müayinələr, kompüter tomogramma müayinəsində biz nəyə fikir veririk? Buruna axan və ora qonşu olan bütün orqanlar yoxlanılmalıdır. Bax, qaymır boşluqları, frontal ciblər, etmoidal cib, əsas cib. Əgər orada iltihabi proses varsa və digər proseslər varsa, rinoplastika əməliyyatı uğursuz olacaq. Qaymır boşluğunda olan irinləmiş bir kista və yaxud da qaymarit olsun və yaxud da digər proses olsun, polip olsun. Onlar daim möhtəviyyatı burun boşluğuna axaraq həmin burnun sağalmasına mane olacaq və deformasiya və digər ağırlaşmalara gətirib çıxardır. Ona görə də biz bu xanımımızı ətraflı müayinə elədik. Müayinə nəticəsində məlum oldu ki, sol qaymır boşluğunda böyük kista var. Həcmi deməli qaymır boşluğunun yarısını tutub. Deməli, bu kista bəzən deyirlər ki, əşi boş şeydir, etməsək də olar. Amma əməliyyatdan sonraki burun damcıları təyin olunur. Burun damcıları nəticəsində həmin kistanın kapsulası zədələnir və həmin möhtəviyyat buruna axır. Və xəstələr bunu qeyd edirlər, deyir doktor, əvvəllər mənə burundan su gəlmir, dedi, niyə gəlir? Və müayinə nəticəsində məlum olur ki, ciblərdə problemlər var. Polip var, retensiyon kista var, folikulyar kista var və digər kistalar var. İndi bu qızımızda da biz müayinə zamanı məlum oldu ki, həm 2-ci dərəcəli adenoidi var, o da gələcəkdə nəfəs almağa maneçilik törədəcək. Əməliyyatdan 6 ay sonra gələcək ki, doktor, mən yenə nəfəs alamıram və onda deyəndə ki, sən adenoiddən əməliyyat olunmalısan, təbii ki, pasiyent narazılıq eləyəcək ki, 6 aydan sonra mən yenidən niyə əməliyyata düşməliyəm, bunu əvvəldən niyə hesablamayıblar? Ona görə bu qızımızda da adenoidi götürməli olduq. Eyni zamanda sol qaymır boşluğunda kistanı götürdük. Həmçinin panoram rentgenində bir üstçənə cərrahi kimi retensiyon alı dişi var idi ki, nə vaxtsa o dişə görə də əziyyət çəkib əməliyyata düşəcəkdi. Həmin dişi də, retensiyon dişi də biz əməliyyat edib götürdük. Bunları götürəndən sonra, bunlar hamısı irinli proses, yəni təmiz əməliyyat deyil, irinli proses əməliyyat olduğu üçün bütün alətlər dəyişildi, əlcəklər dəyişildi, bütün hər şey dəyişilərək ikinci mərhələyə, indi isə septorinoplastika əməliyyatına girməyə başlamışıq və artıq həm fotomodelləşməyə görə qızımızın burnunun formasını düzəldəcək, həm də nəfəs almasını bərpa edəcək. Əsas vacib məqamlar, onu qeyd eləmək istəyirəm ki, müayinələr ətraflı olmalıdır. Bəzən pasiyentlər də bundan yayınırlar və yayındıqlarına görə də sonra fəsadla qarşılaşırlar. Mütləq rinoplastikada qaymır boşluğu deyirəm, paranazal sinusların kompüter tomogramması həmçinin, çünki adi rentgenda görünmür əsas ciblər. Və bir də dişlərin vəziyyəti, çünki dişlərdən də fəsad verə bilər, dişin dibində irinli proses ola bilər, verər qaymarit buruna təsir eləyə bilər və bir də endoskopik müayinə ki, bəlkə burunun içərisində bir ciddi bir xəstəliyi var, göbələk xəstəliyi var və yaxud da adenoid var və yaxud da başqa bir problem var ki, gələcəkdə əməliyyat olunmuş rinoplastikanı korlaya bilər. Ona görə də biz bu qızımıza da o biri pasiyentlər olduğu kimi ətraflı yanaşmışıq
və hal-hazırda retensiyon dişi, adenoidi və sol qaymor boşluğundakı kistanı götürmüşük və indi isə təmiz əməliyyatla septorinoplastik əməliyyatına başlayırıq. İnşallah.